Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Binə qəsəbəsi, Binə 9-da 160 nömrəli marşrutun axırıncı dayanacağına yaxın. Bax 160 axırıncı dayanacaq. Bax düz orada yerləşir qabaqda. Pavarotdan sola dönürsən, bax orada yerləşir. Bax belə bir düz yolun üstündə, kanal üstü, parniklərə gedən marşrut yolunun üstündə belə bir 110 kvadratlıq qeyri-əhali sayğacı olan belə bir obyektimiz təcili olaraq satılır. Bax görürsünüz, özdə bir dənə obyektin bir dənə müsbət cəhəti yoxdur ki, sütun yoxdur içəridə, dayaq-mayaq, birbaşa plaşatkadır. Ay al market, ay oba market, gəlin götürün də. Bax, nə üçün gəlmirsiniz? Baxın, hazır obyektdir də. Üst daş kürsülüdür. Bax, sanitar qovşağı bax yerində, görürsünüz? Bax, sanitar qovşağı, kürsüsü yerində. Birbaşa marşrutun yanında, yolunda yerləşir. Bax, görürsünüz? Değerli izləyicilərimiz, bax, bu gördüyünüz obyekt bax, sütunsuz deyirdim. Bax, sütunsuz obyekt. Bax, buna deyirlər. Bax, görürsünüz, bir dənə sütun yoxdur. Belə obyektlər həqiqətən də müsbət cəhəti budur. Saxlanma depo, saxlanmaq üçün deposu, belə bir deposu da var. Mal saxlama, 20 kvadratda əlavə burada yeri var. Malı yığmaq üçün bir sıradan bax, görürsünüz, işığı zadı, hamısı tam qaydasındadır. Değerli izləyicilərimiz, obyektimiz təcili satılır. Qeyri-əhali işığın həkimi var. Əsas məsələ işıqda, o da yerində. 95 minə təcili satılır. Amma reallıq olsa yenə davranışmaq olar. Fürsəti əldən qaçırmayın. Oba market, al market, araz market. Təcil olaraq gəlin götürün. Yaxşı bir obyekt var. Buyurun, gəlin. Yararlanın belə bir gözəl bir mənzərəli, yaşayışlı, sıx yaşayış olan bir yerdən. Çox sağ olun, dəyərli izləyicilərimiz. Bizi izlədiyinizə görə.